Siz heç düşündünüzmü, nə üçün xeyir işlərdə əsasən qırmızı rəngin müxtəlif salarlarından istifadə edilir? İstər çiçək, istər lent, istər örpək. Bəs qırmızı rəngin sirri nədir? Qırmızı xoşbəxtliyə gedən yolda ən güclü mesajları verən rəngdir. Xoşbəxtlik, bolluq, nəsil artırma, canlılıq, həyat enerjisi və bərəkət rəngi sayılır. Qədim inanclara görə qırmızının pis gözdən qoruma kimi də bir xüsusiyyəti vardır. Eyni zamanda sevgi və ehtiras rəngidir. Nişan və toy sevgi ilə bağlı olduğu üçün qırmızı rəngin bu enerjisi ilə uyğun sayılır. Bəs nə üçün sevgililər adətən bir-birinə qırmızı gül verir? Çünki qırmızı gül dünyanın bütün mədəniyyətlərində eyni mesajı verir. Dərin sevgi və ehtiras. Qırmızı gül, sən mənim üçün çox dəyərlisən deməyin ən güclü yoludur. Sadiqlik və bağlılıq. Qırmızı güclü və dəyişməyən duyğunu təmsil edir. Qəlbdən gələn sevgi mesajı. Yəni ağ gül saflıq, sarı gül dostluq, səhrai gül incəlik, amma qırmızı gül gerçək və yetkin sevgi deməkdir. Qırmızı gül dünyanın bütün mədəniyyətlərində eyni mesajı verir. Dərin sevgi və ehtiras. Qırmızı gül, sən mənim üçün çox dəyərlisən deməyin ən güclü yoludur. Sadiqlik və bağlılıq eyni zamanda güclü və dəyişməyən duyğunu təmsil edir. Qısası, qırmızı rəngin xeyir işlərdə ümumi anlamı demək olar ki, bütün mədəniyyətlərdə eyni mənanı daşıyır. Sevgi və ehtiras, nəzərdən, pis gözdən qorunma, uğur gətirmə, xoşbəxtlik və bərəkət, qüvvət və enerji, açıq niyyət və dürüstlük, yəni ürəyi ortaya qoyma kimi. Yəni xeyir işlərdə qırmızı örpək, qırmızı çiçək, qırmızı lent hamısı eyni kökdən gəlir. Hər birinizin evinə xoşbəxtlik, gözəllik və bərəkət arzusu ilə.